7 noyabr 2025-ci il tarixində Cəlilabad rayonu Ağdaş kəndində şəhid alim Davudoğlu Şükurovun 5-ci il anım günü tədbiri qeyd olunub. Tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə şəhidin mübarək məzarı ziyarət olunub və şəhidin ata ocağında yuxarıda adı çəkilən insanların iştirakı ilə tədbir başlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Qonaqlar şəhid haqqında xatirələrini paylaşıblar. Tədbirin bədii hissəsi sona çatdıqdan sonra şəhid alim Şükurovun adına təşkil olunmuş ehsan süfrəsi ilə davam edib. Məqamın uca olsun şəhidim. Mirqamət İsmailov, Mətanət Akif qızı, Xalqım TV.